Ailə tərbiyə vermir, cəmiyyət vermir, küçə vermir, sosial media vermir və biz çalışırıq ki, məktəbdə bunu tərbiyə verək. Alınmır. Niyə alınmır? Çünki siz dediyiniz formada valideyn övladını ərköyün böyüdür. Müəllim uşağa deyir ki, bala, düz otur. Sabah valideyn gəlib məktəbə hücum edir, müəllimin saçını yorur. Biz bar-bar hər yerdə reklam, elan verilir. Yadınızda bir ara metroda hara gəldi yapışdırırdılar ki, əgər valideynin səni incidirsə, zəng elə gərək tutaq valideyni aparaq. Ya bu xaricdə ola bilər. Amma indi yoxdur. Biz valideynə deyək ki, indi qanun pozuntusu bu başqa, öldürüb, basıb kəsib bu başqa. İndi biz deyirik ki, valideynin hüququ yoxdur ki, öz övladına nəysə desin. Yaxşı, onda bu uşağa düz yolu kimi göstərəcək. Siz demişkən, bizi döyüblər də, qulağımızı da vurublar, damlayıblar da, bizi formalaşdırıblar. Bizi də bıraxsalar ərköyün, biz də bəlkə də heç düzəməlli bir tərbiyə qanacaq ala bilməzdik. Yəni, bu olmalıdır. Ona görə də burada, yəni sizin dediyiniz formada məsələlərə biraz biz fərqli yanaşmalıyıq. Bəli, valideynin də səlahiyyəti olmalıdır. Məktəbin də səlahiyyəti olmalıdır. Məsələn, bugün məktəbin heç bir səlahiyyəti yoxdur. Bugün məktəb valideynin əlində əsir qalır. Valideyn uşaq özünü apara bilmir sinifdə. Müəllim qalıb udquna ki, o uşağa söz deyəcək. Sabah gəlib onun məktəbinin qabağında saçın görəcək. Belə olmamalıdır. Bu məsələn həm də bir tərəfi bundan ibarətdir ki, bunu bir neçə dəfə müsahibələrində demişəm, biz nə isə fikirləşməliyik ki, valideyn məktəbin işinə bu qədər müdaxilə etməsin. Yəni, indi çünki bilirsiniz, baxın, indi valideynlərin çoxu problemin həm də bir səbəbi də odur ki, valideynlərin çoxu uşaqlarını çox erkəyin böyüdür. Ən bahalı paltar, ən bahalı telefon, ən bahalı maşın. Sonra da deyirik, uşaq niyə tərbiyəsiz olur? Ancaq xoş söz, ancaq tərifləmə, elə uşaq vermir. O uşaq olur ərköyün. Məktəbdə də kim sözünə baxmır. Sabah, yəni bu güya valideyn fikirləşir ki, mənim pulum var, uşağım yaxşı, kimdən əksidir. Amma valideyn bunu düşünmür ki, sabah bu uşağın tərbiyəsi yerində olmayanda ən birinci əziyyəti çəkən məhz valideyn özü olacaq. Bugün bunun cəmiyyətdə nümunələri var. Çoxlu nümunələri var. Valideyn indi başına deyir, amma xeyri yoxdur. Çünki uşağın nə tərbiyəsi var, nə dünya görüşü var, nə bir özünü aparmağı var. İndi valideyn həmişə olmayacaq.